Hər vaxtınız xeyir dostlar, xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Süper Liqasının 19-cu turunun oyundayıq. Fenerbahçe Göztepe'nin qonaq eləyir öz meydanında, Çobani stadyumunda. Dünən Galatasaray qələbə qazandı. İlk hissəni pis oynadı, ikinci hissəni biraz daha yaxşı oynadı və 3-1 son sırada gedən Karagümrükü 3-1 məğlub elədi. Bu günləri də Fenerbahçe Göztepe yaxşı komandadır, əsirləri var. Deniz bir dənə də oyuncusu deyəsən yoxdur, oynamayacaqlar. Zədədir, nəsə bilmirəm, nəsə olub oynamayacaq şeydə, Göztepe'də. Fenerbahçe'də ilk 11'də Kerem'lə John Duran'ı gördüm. Onlar yoxdular ilk 11'də. Edson Alvarez də nəsə o da şeyin Aston Villa'nın oyunda zədələnib. O da yoxdur. Heç ümumiyyətcə kadroda yoxdur. Dəyişikliklə çıxıb Fenerbahçe. Talişka 11'dədir. Maraqlı bir oyun olar inşallah. Göztepe yaxşı oyun oynayır. İnşallah bu gün də yaxşı bir oyun oynayır və Fenerbahçe'dən xal və ya xallar alar inşallah. Xal itirməyi lazımdır Fenerbahçe'nin ki biz də rahat hərəkət edə bilər. Yoxsa Fenerbahçe yaxşı oynayır. Kerem olmasa da, Duran olmasa da Fenerbahçe'də yenə yaxşı kadrosu var, kaliteli kadrosu var. Bence Fenerbahçe kazanacaq bu oyunu. Amma inşallah Göztepe xal alar. Heç olmasa ən azından bir xal və yaxud da 3 xal alsa daha yaxşı olar. İlk məğlubiyyətini alır ligdə. Hələ ki məğlub olmayan komanda Fenerbahçe'dir. Oyun başlayır dostlar. Keçək oyuna. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun. Videolarımı bəyənin, izləyin. Bildirimləri açın ki video paylaşanda videolarım sizə gəlsin, izləyəsiniz. Keçək oyuna dostlar. Bırakmayın da. Bayaqdan gəlirlər bu Musaba ilə sol tərəfdən şey eliblər oranı, qatar yolu eliblər o başa bu başa. Bırakmayın da. Hay. 17-ci dəqiqə Fenerbahçe 1, Göztepe 0. Fenerbahçe oyuna yaxşı başladı. Sürətli başladı. Talişka ilə epizodlar yaratdı. Musaba oyuna yaxşı başlayıb. Musaba sol cinahdan başlayıb. 2 dəfə təhlükəli gəldi. Ortaya top çıxartdı amma orada oyuncular yox idi amma bu dəfə Nene oradaydı. 1-0. Dəfələ Göztepe'də heç yaxşı başlamayıb. Həmişə yaxşı başladı Fenerbahçe'nin oyunlarına. Sözü hələ 17 dəqiqədir oyun gedir. 17 dəqiqədə oyun gedir. Bilmək olmaz bundan sonra necə olacaq amma Fenerbahçe daha sürətli başlayıb. Fenerbahçe yaxşı oynayır. Tez bıraktılar qolu. Çox müdafiədən oyuna başlayıb. Oyuna çox müdafiədən oynayır Göztepe. 1-0. Vur! Gol! Gol! 1-1. Göztepe attı. Kontraya çıxdı Göztepe. Qəşəng də kontraya çıxdılar və 1-1. Olaydan. Bu. Göztepe 1. Fenerbahçe 1. Göztepe 1. 1-1. Burada şeyin səhv idi. Təzə gənc müdafiəsi var şeyin. Fenerbahçe'nin. O pasta səhv elədi. Kontra atağa dönüşdü. Ederson da hər birinci zərbəyə top bırakır Ederson. Hər qapıya gedən birinci zərbəsi qoldur. Bir. Allah. Prosto Fenerbahçe yaxşı oynayır. Baxmayaraq ki 1-1'dir. Fenerbahçe həqiqi yaxşı oynayır. Fenerbahçe oyunu uduzmayacaq bu oyunu. Çox çıxal da itirməyəcək. Prosto goldu bura vurdu, bırakır da. Yaxşı oynayır Fenerbahçe. Oh, yaxşı qapıcı.
Oo, nene. Zındır Zındır neneye bakın, onda oynamaya başlayıb. Nene çıxdı burada. Musaba oynayır ha. Musaba ejdahadır valla. Bu Galatasaray almadı onu, get Fenerbahçe aldı. Qaşan oyuncudur Musaba. Qaşan pas. Qaşan pas. Ay da ver. Vur. Ay Efkan. Vur da bunu da. Burada bir tarafı. Vurun da ha. Oyun lap qızışdı. Ay de şansa bakıb vura bilmədi ya. Ne oldu axı yenə bu? Şansı deyə düşdü əllərinə, vura bilmədilər. Bura bax səni. Burada saxlamadı. Burada baxaya la. Burada saxlamalıydı. İsmail Yüksək ayağına basmışdı Göztepe'li oyuncunun. Sarı kartıdır bu. Özü düz qapının ağzında. Da Ederson çıxartdı. Orada mənim fikrimcə İsmail Yüksək'in sarı kartıdır. Hakim sarı kart verməliydi İsmail Yüksək'ə. Ayağına bastı. İstəsən saxlamadı heç. Vur, direkten döndü. Ay. Vay bile. İlk yanın son dəqiqələrində Göztepe 2-1 öne keçə bilərdi. Direkten döndü. Kafa vuruşu. Ay da ilk hissə qutardı. Yaman vurdu ama birinci hissənin sonlarında Göztepe daha yavaş. Bu da hələ dəymədi şeyin, Gündüzünün. Yox, alına desən dəymədi. Burada qəşəng vurmuşdu ya. Ay, üst direkten geri geldi, gol olmadı. Gol olmazsa burada dönüş nöqtəsi olacaq, Fenerbahçe qələbə qazanacaq. İnşallah qazanmaq. Göztepe ilk hissənin sonlarında daha yaxşı oynadı. Üst-üstə kornerlərdən pozisyonlar yarattı özünə, amma getmədi. Son pozisyonda da ki, epizodda da ki, direkten döndü top. Genel olaraq Fenerbahçe yaxşı oynayır yenə də. Topla daha çox oynayır. Şanslar da yaradır, amma hələ ki birinci hissə 1-1 qutardı. İkinci hissədə görə necə olacaq? Kerem'in olmadığı şeydə ilk yarıda Musaba daha yaxşı oynayır. Musaba yaxşı oyuncudur ümumiyyətlə. Musaba daha yaxşı oynadı və asistini də elədi. Birinci hissə qutardı dostlar. İkinci hissədə görüşərik. Kanalıma abunə olun, videolarımı bəyənin. Ay bu ya, ikinci yarının başı. Olaytan Trabzonspor nədir? Göztepe sürətli başlayıb. Ümumiyyətlə ikinci hissədə birinci hissə kimi sürətli başlayıb. Göztepe daha təhlükəli gəlir. Olaytanın zərbəsi çölə getdi. Trabzonspor nədir bu düşüb ağzıma? Göztepe baskı eləyir, pres eləyir. Fenerbahçe top çox dirir. Fred ən əsasda Fred ilk ikinci hissə başlayanda bu yana 3 dənə 4 dənə top dirib verib Göztepe'li oyunculara. Göztepe'də ikinci hissə daha yaxşı başlayıb. Mən gözləyirdim Fenerbahçe daha yaxşı başlasın. Çünki 1-1'dir. Fenerbahçe preslə başlasın. Sözcə hələ 50-ci dəqiqədir. Saxla da bunu da. Cilermen Skriniarı çilədi o yana bu yana. Təhlükəli bir nöqtədən cərimə zərbəsi. 2 dəfə keçdi Skriniarı, axırda məcburi dayandırdı. Bir dənə buradan Ederson'a zolla bir dənə. Maçın 54-cü dəqiqəsi. Fenerbahçe 1, Göztepe 1. Fenerbahçe'nin yox, Göztepe'nin kritik nöqtədən cərimə zərbəsi. Görə hələ Ederson barajı qurdu. Nene uzandı yerə barajın arxasında. Topun gerisində kimdir? 2 oyuncu var. Hadi. Efkan.
Əfqan savunmadan korner. 71-ci dəqiqə. Onu deyə bilərəm ki, bu 71-ci dəqiqə kimi ən yaxşı bu dəqiqə oyunda oynayan iki komandada da götürəndə Musaba. Qardaş, Musaba solda, sağda yəni öz işini görür. Keçir bütün oyuncuları sürəti ilə, fiziği ilə keçir, ortasını da eləyir. İndi yaxşı eləyir, pis eləyir, amma yəni bu dəqiqə oynayır. Asistin də eləyirdi. Ən yaxşı bu dəqiqə Musabadır. Göztepe'de oynayır. Göztepe birinci hissəyə baxanda ikinci hissədə daha yaxşı oynayır mənim fikrimcə. Müdafiədən də oynasa amma yaxşı oynayır. Şansları olur amma istifadə edə bilmirlər. Edersona bir dənə normalni bir dənə zərbə vursalar, yəni yaxşı bir dənə zərbə vursalar Edersona tərəf qapıya qoldur. Ederson çöpdür. Yaxşıdır Galatasaray almadı. Onsuz mən istəmirdim. Bəyənmirəm onsuz Edersonun qapıçılığını. City'də olanda oyunlarını görmüşəm. Xoşum gəlmir onun qapıçılığından. Ne oldu bu? 85 dəqiqədir. 85-ci dəqiqədə oyunda bitir. İlk 90 dəqiqənin bitməsinə bir 5 dəqiqədə artırsa 10 dəqiqə var hələ. 60'dan sonra tək qapı gedir. Trabzonspor oturub öz qapısına çöldə. Oturub öz qapısına Fenerbahçe gəlir. Belə davam eləsə valla Fenerbahçe vuracaq. Belə boğuda oturmaq olmaz. Ancaq top ayaqlarına düşür, uzaqlaşdırırlar. Ya çıxardır, itirir, gedir Fenerbahçelilərə. Biraz sakit oynamaq lazımdır ki bu vaxtlarda 5 dəqiqə biraz sakit oynamaq lazımdır ki Fenerbahçe də biraz düşsün. Sən oturmursan lap müdafiəyə, Fenerbahçe vahşi vəhşi kimi gəlirlər. Amma hələ ki yoxdur. Çıxar. Yaxşı düz vura bilmədi ha. Mert Müldür. Ona görə biraz sakit oynamaq lazımdır. Biraz sakitləşdirmək lazımdır. Biraz tempi salmaq lazımdır ki aşağı çiyni ilə vurdu. Başı ilə vursaydı gol olurdu. Yoxsa beləncə bu qədər müdafiədə, bu qədər savunmada oturmaq vuracaq Fenerbahçe bir dənə qolu. Ac adamlar olur. Onlar kimi belə vurur gəlirlər. Bak sardı. Bitti bu. 1-1. Fenerbahçe 1, Göztepe 1. 2 xal Fenerbahçe itirdi. Galatasaray'la xal fərqi oldu 3. 4 idi, 1 xal qazandı, oldu 3. Galatasaray Fenerbahçe'dən 3 xal qabağa keçdi. 1 xal idi, oldu 3 xal. Təbrik edirik Göztepe'ni. Göztepe həqiqətən də yaxşı oynadı, amma ikinci hissənin 60-65-ci dəqiqəsindən sonra çox savunmada oturdu, çox müdafiədə oturdu. Ancaq Fenerbahçəni qarşıladı. Fenerbahçedə bu fürsətlərdən istifadə edə bilmədi. Tarışqası olsun. Mert Müldür 3 dəfə kafa ilə topa vurdu, 3'ü də çölə. Fred Günler Fenerbahçedə yəni bərbad günündə idi Fred. Zədələndi. Adı yanına çıxdı. Fenerbahçe ortası zədələndi, onun yerinə girdi Fred. Fred də ki bərbad oyun oynadı binlər, çox toplar itirdi. Boş yerə özünün yerə atmaları var, onun şeyləri. Talişka'da birini oynamaq istədi, oynamadı, amma ən yaxşı oyuncu Fenerbahçe'də günlərin Musaba idi. Fenerbahçe ya net hücumçu lazımdır. Çünki Duran'dan olası iş deyildi. Duran oyuna girdi, bir dəfə, iki dəfə görsəndə, ondan sonra Duran'ı görmədi oyunda. Fenerbahçe'yə yəni hücumçu lazımdır. El Nesiri olsaydı bəlkə bir şey eləyə bilərdi El Nesiri. Bəyənmədilər El Nesiri. Göztepe'lər təbrik edirik, Göztepe'ni təbrik edirik. Yəni çox yaxşı oynadılar, çox yaxşı müdafiə oldular, savunmada çox yaxşı savundular qapılarını. İzin vermədilər Fenerbahçe'yə qol vurmağa. Şansları da vardı, qələbə də qazanıb, 2 top da vura bilərdilər. Onlardan da istifadə edilmədilər, amma Fenerbahçe güclüdür. Fenerbahçe'dən bir xallı olmaq da böyük şeydir. Və Fenerbahçe xal itirdi. Bu günləri bir xal qazanmadı. Fenerbahçe bu günləri 3 xal itirdi. Göztepe deyə bilərəm ki 3 xal kimi bir xal qazandı. Burada bitirək dostlarım videomuzu. Təbrik edirik Göztepe'ləri, Galatasaraylıları. Başqa videolarda, başqa tepki videolarında dostlar görüşərik. Videolarımı bəyənin, videolarımı izləyin, kanalıma abunə olun. Bildirimləri açın ki, paylaşdığı videoları
videolar paylaşanda izləyəsiniz, videolarımı bəyənəsiniz və takip edəsiniz. Sağ olun dostlar, görüşərik.